Bilirsiniz bizim ofis harda yerləşir? Məsələn, Hacettepe bizdən 2100 km uzaqlıqdadır. Praqadakı Çexdeki isə 2900 km uzaqlıqdadır. Və hətta Stanford bizdən 11000 km uzaqlıqdadır. Məsafələr sizi qorxutmasın. Əsas məsafələri qısaldacaq doğru yolu tapmaqdır. Reklam çəkilişimiz bitdi. İndi keçək əsas məsələyə. Salam, mən Gülşən. Xaricdə Təhsil 101-in 3-cü bölümündən sizi salamlayıram. Artıq qəbul proseslərimiz yekunlaşıb. Bu il tələbələrin ən çox seçdiyi ölkələr hansılardır? Gəlin birlikdə baxaq. 6-cı yer Estoniya. Rəqəmsal ölkə imici, IT və texnologiya ilə məşğul tədris proqramları, rahat yaşam imkanları. 5-ci yerdə isə Türkiyə, yaxınlıq, mədəni uyğunluq, həm də SAT və YÖS ilə qəbul şansları. Türkiyədə YTB ilə oxumaq şansınız var. Qısa bir not kimi isə bu ildə 2 tələbəmiz YTB təqaüdü qazanıb. 4-cü yer isə Kanada. Dünyada təhsil sonrası qalmaq üçün ən asan ölkələrdən biridir. Burada universiteti bitirən tələbələrə Post-Graduation Work Permit ilə 3 ilə qədər işləmək icazəsi verilir. Bu da həm iş təcrübəsi, həm də daimi yaşayış almaq üçün böyük fürsətdir. Adətən Kanada təkcə təhsil yox, həm də gələcək həyat planı qurmaq üçün seçilir. Və gəldik son üçlüyə. Görək hansı ölkələrdir. 3-cü yerdə isə Amerika qərarlaşır. Dünyanın ən prestijli universitetlərinə ev sahibliyi edən ABŞ hər il minlərlə tələbə qəbul edir. Keçən ilə nisbətən qəbul sayı artsa da, rəqabət daha da güclənib. Ən çox seçilməsinin səbəbi isə yəqin ki, hər kəsə bəllidir. Son illərin gözlənilməz yüksəlişdə olan ölkəsi Latviya. Sadə qəbul şərtləri və münasib qiymətləri ilə çox tələbələrin seçim yerinə çevrilib. Ən maraqlısı isə Riqadakı universitetlərdə çox sayda ingilis dili proqramlarının açılmasıdır. Və birinci yerdə isə Almaniya yerləşir. Buradakı universitetlər sadəcə güclü təhsil yox, eyni zamanda güclü karyera imkanları açır. Ona görə də hədəfini dəqiq bilən və gələcəyini qurmaq istəyən tələbələrin dayanacağı Almaniyadır. Bugünkü mövzumuz bu qədər. Növbəti bölümlər üçün istədiyiniz mövzunu şərhlərdə qeyd edə bilərsiniz.